Şəxsi tikili, gözəl bir mənzil sizlərə təqdim edəcəm. Həyət evidir. Evimiz əşyalı şəkildə satılır. Sadəcə 2 avadanlıq çıxacaq. Bir, qonaq otağında olan televizor, ikinci isə mətbəxdə olan masa və oturacaqları. Bu da müəyyən səbəblərə görə. Təqdimat edirəm sizlərə bu gözəl həyət evimizin qonaq otağından. Baxın, belə bir gözəl, geniş, ölçüyə malik olan səliqəli bir qonaq otağımız var. Bugünkü gündə də bazar qiymətindən çox ucuz sizlərə təklif olunur. Evimizin hər tərəfi açıqdır. Tam təmirlidir. Rahatlıqla alıb köçüb yaşaya bilərsiniz. Baxın, özü hamısı da təzə mebellər, divanı olsun, stolu olsun. Evimizin böyür hissəsində də belə bir kiçik bir həyət qismi var. Burada üzüm tənəyidir və nar ağacıdır. Burada bu evə aiddir. Dəyərli müştərilər, evimizin sənədləri tam qaydasındadır. Fərdi yaşayış, xüsusi mülkiyyət, həm torpağın, həm də evin də çıxarışı var. Təqdimatı elədim sizlərə qonaq otağında. Həyətinə də avtomobil rahat yerləşəcək boyda həyətimiz var. Bura evimizin əsas giriş hissəsidir. Əsas girişdən daxil olarkən evimizin içərisinə bizi belə bir koridor qarşılayır. Sol istiqamətində qonaq otağını təqdim eləmişəm. Düz irəlidəki ağ qapı ümumi sanitar qovşağıdır. Sağda mətbəx yerləşir. Sol sağ qapılar ortada olanlar isə dəyərli müştərilərimiz yataq otaqlarımızı. Yataq otağında da gördüyünüz mebellər qalır evimizin içərisində. Evin son qiymət sizlərə təqdim edəcəm dəyərli müştərilər. Yenə real fikirdə əmlak sahibinin özü ilə danışarsınız. Son qiyməti evin videosunun aşağı hissəsində qeyd edəcəm. Bütün pəncərələr hamısı gördüyünüz kimi kifayət qədər məsafələri çoxdur. Yəni normal qaydada məsafə var. Həyət evində də bu çox üstünlükdür. Xırdalan şəhərində 2-ci Milyonerlər məhəlləsi adlanan məhəllədə yerləşir. Gözəl ərazisində ümumi sanuzeli sizlərə təqdim edeyim. Axıra qədər izləyin. Həyət qismində sizlərə təqdimat eləyəcəm. Yataq otağını təqdim edirəm sizlərə. İkinci yataq otağın. Ümumilikdə 3 otaqdan, yerdən 6 daş kürsüdən ibarətdir. Bura isə bizim mətbəx hissəsi. Mətbəxdən sadəcə bu masa və bu divan götürüləcək. Qalan bütün avadanlıqları hamısı evin içərisində qalır. Baxın, geniş belə bir mətbəximizdir. Pəncərəsi də baxır evin öz həyətinə. Gəlin keçək həyət qisminə. Bura bizim evin həyət hissəsidir. Burada həyətdə kombisi, pütmünütkası ayrı-ayrılıqdadır. Həyətdə ünvanliki var, güzgüsü var. Artıq veşlər yığmaq üçün, həyət üçün böyük belə bir şkaf nəzərdə tutulub. Həyətin üst hissəsi isə naves bağlanıb. Həyət evinin ən gözəl üstünlüyünü birini sizə təqdim edeyim. Zirzəmi qatını təqdim edirəm. Baxın, bura zirzəmsidir. Evimizin quru ərazidir. Hündürdür. Tam ideal. Daxil olmuram mən ora, vaxt çox getməsin. Dəyərli müştərilər, diqqətinizə görə təşəkkürlər.